Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Təxminən bir aylıq fasilədən sonra hamınızın sevimlisi olan numerolog Kəmalə Mürsəlova ilə yenə də bir verilişdə, bir studiyada sizlərlə görüşə gəlmişik. Əminəm ki, bu verilişimiz də həmişəkindən daha da maraqlı. Bu yay enerjisini yığandan sonra başladığımız bu proqram hamınızı məmnun edəcək. Xoş gördük Kəmalə xanım. Xoş gördük Səbun müəllim. Axır ki görüşdük. Yaydı, amma məncə yaxşı enerji ilə siz də, biz də. Mən bölgələri gəzdim, dağları, daşları, çayları. Siz Türkiyədə oldunuz, Azərbaycan müxtəlif yerlərində oldunuz. Biraz da o fasilə verəndə gördüyün işə məncə belə hesabat kimi adam baxa bilir, təhlil eləyir, nəyi zəif demişəm, nəyi daha inkişaf elətdirməliyik. Üstəlik də insanlara daha çox nə lazım olur, onu öyrənir. Əsas məsələ odur, düz deyirsiniz onu. Əsas insanları maraqlandıran, daha çox nəyə fikir verirlər, daha çox onlara nə lazımdır, daha necə kömək edə bilərəm, onlar birinci növbədədir. Dəyərli izləyicilər, biz bu bir ay ərzində təxminən 4000 yeni abunəçimiz gəlib. İlk öncə bildirim ki, artıq bir ildən çoxdur ki, yəni avqustun 13-ü bir il olur. Kəmalə xanımla bu verilişi fasiləsiz olaraq sizlərə çatdırmışıq. Düzdür, başqa qonaqlar da olub, az olub, amma hər üçüncü gün saat 9-da axşam verilişimiz efirdə olur. Bizim məramımız doğrudan da ruhumuzun şəfalanmasıdır. Bunun üçün nəinki numerologiyadan, karmadan, yaşam koçundan, astrologiyadan, psixologiyadan, pedagogikadan, tarixdən, şuuraltı, hər şeydən Kəmalə xanım tək sizə bir xeyri olsun, sizin düşüncənizi müsbətə doğru dəyişsin. Bax, bizim məramımız, məqsədimiz budur. Elə YouTube-da yazsaz numerolog Kəmalə Mürsəlova elə qarşınıza çıxacaq. Sizi ilgiləndirən o başlıqlardan görəcəksiniz, o mövzular, xüsusən də valideyn-uşaq münasibəti, uşaqların gələcəyinin təmin olunması istiqamətində çox dəyərli, unikal fikirlər deyir və əminəm ki, bugün də belə olacaq və izləyin. Tək elə bir verilişlə kifayətlənmir, çox şeylərdən danışmışıq. Başlayaq, mənim də bir-iki sualım var, izləyicilər də soruşur. Əvvəla çox sağ olsunlar ki, sizi daima bütün verilişlərdə, hətta mən başqa yerə videolar qoyuram, başqa kanala, orada da yazırlar Səbun müəllim, Kəmalə xanımla bir xəbər yoxdur, necə? Ona görə sağ olsunlar, yəni bu sizin qazandığınız dəyərdir, sizin bilgilərinizin ortaya qoyulmasıdır. Türkiyədən bəzi ifadələr keçir bizə, düz biz hələ tam anlaşılmayıb, qarşılığı bəlkə yoxdur, ya az işlətmişik, əsl öz sözümüzdə, amma az işlətmişik. Məsələn, tez-tez eşidirik efirlərdə fərqindəlik. Fərqində olmaqdır, fərqlənməkdir, yəni nə deməkdir. İstəyərdim ki, bax, sizin də bir çıxışınızda gördüm, fərqindəliklə bağlı fərdi belə çıxış ediniz, öz kanalınızda qoymuşdunuz. İstəyərdim elə belə ibtidai sual kimi, bu fərqindəlik deyilən bir şey nədir? Yerində sualdır Səbun müəllim. Öncə bütün izləyicilərə, soruşanlara, soruşmayanlara, yəni maraqlananlara, doğrudan da bu insanın qəlbinə elə bir fərəh, elə bir, belə deyim də, belə bir ilham verir ki, bəli, doğrudan da yaşamağa dəyər, yəni gözəlliklər eləməyə, yaxşılıqlar eləməyə. İnşallah hər bir kəsin, yəni qarşısına çıxsın, hər bir kəsə, yəni belə deyək, nəsib olsun. Ki təşəkkürümü bildirirəm ki, maraqlananlara, soruşanlara, yəni həmişə əziz olsunlar, sevilsinlər, seçilsinlər. Ən çox da ən yaxınları, ən sevdiyi insanlar tərəfindən sevilsinlər inşallah. Bu belə. Bir də, yadımdan çıxmamış deyim ki, mənim də kanalıma abunə ola bilərlər, yəni olsunlar demirəm, ola bilərlər. Olsunlar, niyə ki olsunlar? Yəni, çünki bəzən, məsələn, qulaq asırlar, yaddan çıxır. Məndə də olurdu əvvəllər ki, ora bir like atmaq, bir bəyənmə qoymaq. Sonradan artıq özümə elə bir komanda verdim ki, mütləq, hətta oradan mən bir şey öyrənməsəm belə, əgər baxıramsa, orada yəni o zaman nəsə bir fikrimi, bəyənmə ora qoyuram.
Bu da elə bir ki, o sistemin qanunları ilə yaşamaq deməkdir də. Sistemin qanunlarından kənara çıxmayaq. Fərqindəlik söhbətinə keçirəm artıq. Fərqindəlik fərqində olmaq deməkdir. Yəni biz necə deyirik ki, mən bir şeyin fərqində oldum. Yəni mən bunu anladım. Mən bunu artıq dərk elədim və yaxud yadıma düşdü. O da bax o mənaya da gedir, çıxır. İnsan bir şey edir, tutaq ki, bir yanlış eləyir, bir səhv eləyir, ondan peşman olur. O necə peşman olur? Yadına düşür ki, mən bunu nə vaxtsa düz eləməmişəm. Yəni gəlir, tutaq ki, insan nə zaman peşman ola bilər? O bir işi düz getməyəndə oturur fikirləşir ki, acaba mən nə etdim? Görəsən nə oldu? Nə baş verdi ki, bu şey oldu? Birdən əgər bir şey düşünərsənsə, doğrudan da o sənə gələr. Sənə bir bilgi kimi gələcək, sənə hardansa bir informasiya, məlumat mütləq gələcək. İndi də ki, şükür Allaha, düşündüyümüz hər bir şey YouTube-da, Instagram-da qarşımıza çıxır. Yəni fərqindəlik, bax o hərfi mənası ilə elə o necə ki biz fərq eləmək, bax o deməkdir. Amma fərqlənmək tamam başqa bir şeydir. Yəni insan başqasından fərqlənir. Yəni hər bir kəs individualdır, belə deyə bilərik. Onsuz da fərqlənir. Bəli, onsuz da fərqlənir. Onsuz da yəni belə deyə bilərik ki, bir insan inkişafına görə, intellektinə görə, geyiminə görə, xarakterinə görə bir-birindən fərqlənirlər. Yəni fərqlənir sözün çox işlədir, amma fərqindəlik biraz az işlədirik, amma bu da həmən mənaya gəlir, çıxır ki, fərqində olmaq. Yəni bir insanın nəyinsə fərqində olması deməkdir. Fərqindəlik bugünkü gündə çox işlədilir, bəli, Instagramda, heç bunu türk sözü kimi də, yəni heç ortalıqda deyən yoxdur. Sadəcə onlar çox işlədir deyə biz onlarınki bilirik də. Onlarınkidən elə hamımız biliyoruz da. Bizimkilər də elə çox işlədirlər. Yəni haranı açsan, harda bu dəqiqə ən çox işlədilən söz fərqindəlikdir. Ona görə deyirəm ki, yaxşı sual verdiniz. Çünki belə deyək də, bütün spiritual elmlərin, bütün o istər psixoloji, istər bilinçaltı ilə, yəni şuuraltı ilə işləyən uzmanlar hamısının o insanı o çətinlikdən, o çarəsizlikdən çıxardan yolu fərqindəlikdən gedir. Niyə görə fərqindəlikdən gedir? Yəni, belə deyək də, adicə bir insan, iki insan götürür. Biz buna deyirik ki, fərqində olan insan, fərqində olmayan, oyanmış, mən çox vaxt oyanmış, oyanmamış deyirəm. Yəni, bunu hərə bir cürə deyir. Yəni, bu dünyaya niyə gəldim, nədən yaşayıram və yaxud mənim, tutaq ki, bu dünyaya gəlməkdə ən çox məndən Allah nə tələb edir, nə istəyir, mən nəyə söz verib gəlmişəm. Mən burada yenə də numerologiyadan getmir söhbət ki, illaha, numeroloji bunu bilin. Yəni bir insan, biri var ki, heç nəyin, belə deyim, fərqində olmadan yaşayır bu dünyada. Yeyir, içir, yəni ailə həyatı qurur, çıxır gedir belə. Biri də var ki, bu dünyanın quruluşundan tutmuş, bu dünyanın yaranmasından tutmuş hər bir şey fərqindədir, öyrənmək istəyir. Yəni hər gün öz biliyinin üstünə bir bilik qoyur. Bundan ötürü uzman, coach olmaq lazım deyil ki. Yəni burada bizdən insandan, çünki insan ən ali varlıqdır. Ən, belə deyək, şuurlu varlıqdır. Bütün yer üzündə qalan bütün heyvanlar, çiçəklər, böcəklər, təbiət hamısı insanla təmasda olanda öz dəyərini qazanır. Onlar hamısı istəyir ki, insanla təmasda olsun. Yəni onlar əslinə qalsa, bütün yerdə qalan canlılar insansız yaşaya bilər. İnsan yaşaya bilməz onlarsız. İnsan heç olmasa deyirəm, bunun fərqində olmalıdır. Pandemiyada biz bunu gördük. İnsansız çox gözəl yaşadı bütün dünya. Hər şeydə çiçəkləndi, heyvanlar da, quşlar da, təbiət də təmizləndi demək olar ki. Amma insan, yəni itirən insan oldu. Ona görə fərqində olmaq, fərqindəlik bugünkü gündə. Məsələn, bir insanla işləyəndə buna bir şeyləri başa salmaq, hətta numeroloji analiz etmək vaxtında, edən vaxt. O qədər eşidirəm ki, oy Kəmalə xanım, mən bugün çox böyük fərqindəlik yaşadım. Bunu mən demirəm, artıq onlar özləri pasiyentlər deyək, yoxsa yəni analiz elətdirənlər. Böyük fərqindəlik. Niyə görə? Çünki həmən gün onun istər övladının, istər özünün şuur altı açılıb ortalığa qoyur. Bu deyir ki, mənim şuur altımda bu varmış, bunun fərqində olur.
Başa düşdünüzmü? Yəni fərqindəlik Yo, aydın, amma Kəmala xanım, məsələn, birinə deyirik də, misal üçün siz ya mən, sən fərqində deyilsən ki, bunlar sənə oyun qurur. Oyuna salıblar. Bəli. O fərqində ola bilmir axı. Bu deyirsiniz, bu fərqində olmaq üçün o avam da deyil, kifayət qədər sərt, bəlkə ziyalı, dünya görmüş, amma bu inanır deyə o gözü örtülür, bəsirəti bağlıdır, yoxsa nətər? Məsələn, kənardan siz baxırsınız. Baxırsan, görürsən ki, bu bunu aldadacaq da, əminsən, bu buna oyun qurur, amma bunun fərqində deyil. İndi onun günahı nədir və günahı olmasa belə, bundan necə qurtulsun, bu necə bilsin ki, bu buna oyun qurur? Axı, məsələn, o dələduzlar var biznesdə, xüsusən də ev alqı-satqısında, kirayədə filan da, elə dili yaralı yerinizə toxundum deyəsən. O qədər gözəl sual vermişsiniz. O dili, feili baxırsan, adam inanır da, and da içənlər var filan. Bir gün ondan da danışıq, o yalan andı ki, mənim fəsadları, mən o gün bir şey oxudum, qorxdum. Deməli, balaca adamlar var, yalandan öz uşağının, hətta uşağının ölümünü and içir. Ondan bir gün danışarıq. İndi istəyirəm bu fərqindəliyə yanaşam. Hamı deyir, fərqində deyilsən, sən alladır o. Yox. Bax, o yox deməmək üçün, doğrudan da hamı kimi bu görmək üçün nə etməlidir bu yazıq bəndə? Siz deyirsiniz ki, yox deməmək üçün. İndi mən deyəcəm ki, o yox demək istəyir, yox demək istəmir. Bu adam aldanmaq istəyir, ruhu istəyir ki, o oradan aldansın, həmən karmanı yerinə yetirsin. İndi bəlkə də güləcəksiniz və yaxud da bəlkə kimsə ona biraz belə baxacaq. Yəni, numerologiya bəs nəyi deyir bizə? Məsələn, bir adamın 7-dən karması varsa, çakra üzrə, hətta bu biri tərəfdə də ola bilər də, yəni pin koddan. Bu, indiki bu gələn uşaqlar yox, bu balacalar 10-15 yaşda yox, onlar daha bilikli gəlirlər, mən bunu dəfələrlə demişəm. Yaşına başına almış adamlar həyatında bir dəfə, iki dəfə həmən o çakra boşdursa aldanır. Özü verin, mən bu qədər ağıllı, mən özüm, onlardan biri də mənəm. Mən bu qədər ağıllı insanım, mən niyə bu insana inandım? Və hətta o işi görəndə, ağlıma gəlir ki, birdən bu olmaz, bu olar. Amma elə bir kimsə sənin əlindən tutur, apar bu verəcəyini ona verir. O da qaytarmır. Və yaxud da ki, sən inan, öz-özünə deyirsən ki, beynində, zehnində ki, yox, bu baş tutan iş deyil. Bu adam məni aldadır. Yəni, pulu almaq üçün eləyir. Kiməsə iş söz verirlər. Nə qədər adamla, yəni, şeydə də, televiziya verilişlərində də, xəbərlərdə də göstərirlər. Nə qədər pulu yığıb, sənə iş düzəldəcəm, yoxdur ortalıqda. Öz-özümə deyirəm ki, 7-ci çakrası boş olanlardır, yığılıb ora. Hətta çoxsu məmur falan olur. Yəni, bir var, avam adam olar, adam savadlı, şirkət olan adamlardan da pul yığıb alladırlar. Bax, əgər biz ikili dünyada yaşayırıqsa, zənnlər dünyasında yaşayırıqsa, negativ də, pozitiv də varsa, aldanası adam aldanacaq. Amma yetər ki, o bir dəfə aldandı, ikinci dəfə ondan artıq o aldanmasın da. O başa, bax, artıq fərqindəlik odur. Fərqində olsun ki, bəli bu, amma çox adam fərqindədir. Bax, o ən qorxulusu, ən təhlükəlisi odur. Ona görə, bax, burada artıq numeroloji analiz çox böyük bir əhəmiyyət daşıyır və mən əgər, məsələn, 30 yaşında bir adama deyirəm ki, sənin 7-dən karman var, özü bir-bir hamısını başa salıram və sən, belə deyək də, biz deyirəm zarafatca buna numerologiyada aldanmağa gəldi deyirik. Yəni, elə bir ki, özü könüllü... Aldanma borcunu verməyə də, könüllü olur. Çünki nəsildə, kökdə ya kiməsə pul atıblar. Yəni, belə deyirlər də, filan kəs mənə pul atdı. Ya nə bilim, kimsə söz veriblər, yerinə yetirməyiblər. Ya bunu mənəvi, ya da maddi cəhətdən, nənə-babalardan, bu yoldan, yəni mənfi bir işlər görənlər var. Və biz ona əgər söz verib gəliriksə, o zaman nə olur? Sanki aldanmamızı başa düşə-düşə aldanırıq. Yəni, buna o qədər insanlarda gördüm ki, mən bunu deyir ki, hə, mən bunu hiss eləyirdim. Amma elə bir kimsə mənim əlimdən tutub bu şeyi elətdirirdi. Dilim ağzımı bağlayıblar deyə. Hə, belə də deyirlər. Elə bir dilim ağzım bağlandı, mən buna hə dedim. Hipnoz elədi, ya nəsə belə bir şey. Yəni, bütün bunlar hipnoz deyil, dil ağız bağlamaq deyil, heç nə deyil. Bu, onun ruhudur. Ruhunun əslində özü də söz verib axı. Özü də söz verib. Mən o zaman bilirsiniz nə deyirəm? Deyirəm ki, sən birincisi, kökü soyu qəbul elə, sevgi ilə qəbul elə. Sən bax, adam var ki,
indiyə qədər deyir ki, "Aşı bunlar nə qədər iş görüblər? Elə bax tutaq ki, 2 dənə də karman var, ay nə bilim bu işi görüblər, səhv ediblər, orada belə." Deyirəm ki, onlar hamısı deyil ki onun. İndi o orada bir qarmaq atmısan, sənin də belə payı var, bu çıxıb tutaq ki. İnsan da yanlış da eləyə bilər, doğru da yaşaya bilər. Nəsə bir belə deyəm, səhvi də olub. Yetər ki, sən bunu sevgi ilə qəbul elə. Bax, bunun əsas açarı budur. Sevgi ilə qəbul elədinsə, kökünə, soyuna şükürlər elədinsə, yəni şükür olsun ki, mənim kökümdə, soyumda filan kəsdir, budur, mən nənəmdir, babamdır, odur, budur. Yəni şükürlər olsun mənim kökümə, soyuma. Mən onların yaşam tərzini, etdikləri hər bir yanlışı da, doğrunu da, mənfini də, müsbəti də sevgi ilə qəbul edirəm Allahdan. Çünki Allah izin verib ki, onlar bunu yaşayıb gediblər. Və həmən yöndən mən başlayıram yaxşı bir işlər görməyə, savabını da onlara göndərməyə. O zaman mən nə edəcəm? Mən söz vermişəm yuxarıda ki, heç kimi aldatmayacam. Əgər mən həmən yöndən söz vermişəmsə, deməli, heç kimi aldatmayacam. Heç kimə yalançı çıxmayacam. Əslində, o söz verib gələnlər var, ha, çakra boş. Onlar doğrudan da düzgün insanlardır. O qədər düzgündülər. Birinə söz verirlər, saat 3-də gələcəm. 3-dən 5 dəqiqə keçər, artıq bu adam stresdə olar ki, mən söz vermişəm, saat 3-də orada olmalı. Məsuliyyəti var. Çox böyük məsuliyyəti var. Bəs Kəmalə xanım, fikrinizi bitirdiniz, bitirmədinizsə? Bir də onu deyəcəkdim ki, çox böyük onların məsuliyyəti var. Bir də əslində, belə deyək də, bu adamlar çalışır ki, hər şeyi düz eləsin. Bundan başqa 7-ci çakra təkcə o deyil. Allahla təması onların çox gözəl olur. Çox az olur ki, deyir ki, yox, Allahla təmasım yoxdur. Yəni, baxarsan çoxsa namaz qılar, oruç tutar, düzgün olar, yəni dualar eləyər. Yəni, bunu da... Amma kənardan da bəzən deyirlər, avamdır, filandır. Məsələn, indi bu dediyinizə bir misal da gətirim. Adam var, hamı sanki onu aldadır, su istifadə edir. Amma adam da var, heç kim allada bilmir. Amma bir nəfər var, tutaq ki, 10 ildir, ya 7 ildir, bəlkə 10 dəfə, hər dəfə gəlir, bu qədər pul ver, filan işi quraq. Bu verir, iş qurmur, pulda batır və atırda bunu alladır. İkinci dəfə, üçüncü dəfə, kənardan hamı deyir ki, kişi, sən gör neçə ildir, o hər dəfə səni alladır da, nöqtə qoy. Özü də söyüş söyür özünə, and içir ki, bir də ona mən tutaq ki, borc verməyəcəm. Amma 3-4 il sonra bir də gəlir, yenə də verir. Deyirlər, bəs sən and içmişdin. Sonra bir də gəlir, axıra qədər belə deyir. Görünür, o həmən o bir nəfər bunun karmasını təmin edir də, belə deyək. O da elə olarmı? Ola bilər, bir nəfər də ola bilər, çox nəfər də ola bilər. Puldan karması olan adam. Amma bir nəfər sadəcə, yəni hər dəfə eyni adama eyni aldanma kimi görünür deyə, kənardan o biraz başqa cür görünür. Ola bilər, hər şey ola bilər. Bu dünyada, yəni o neqativlərində Səboy müəllim özünün görəvi var. Özünün bir görəsi işi var. Yəni, bax, elə bir ki, bu dünyada sistem elə mükəmməl işləyir ki, bu burada aldanmalıdır. Bu da burada bir adam var, aldada biləcək. Bu mütləq, əgər bu adam qorunur hər şeydən, hər kəsdən, bu da gəlir, amma buna biraz yəni, ya yaxındır, ya tanışdır, bəlkə də qohumdur. Gəlir, artıq bu öz görəvin yerinə gəlir, bunu aldadır. Bu adam karma ödəyir, bu birisi, bu da öz işini görür. Yəni, o çünki negativə söz verir, axı. Bizim yarısımız pozitivə söz veririk, kimlərsə də negativə söz verir. Yəni, bu da önəmli bir şeydir. Bax, necə negativ olmayasan, necə pozitiv olmayasan, o seçimi əgər etmişəm, bax, ondan da biraz danışarıq. Çünki əgər burada bir yarğısızlıq qanunu var, yarğı, qınaq, o barədə də danışarıq. Çünki orada cəmaət çox çaşır. Çox bugünkü gündə üsyana düşənlər çoxdur. Əgər kimsə üsyana düşürsə, burada nə var? Yarğı var, qınaq var. Ona görə... O da çox təhlükəli fəsadlara yol açır. Əziz izləyicilər, ekranda Kəmalə xanımın telefon nömrəsi gedir. WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Səs göndərsəz daha yaxşı olar. Xeyir taparsınız inşallah. Yəni, indiyə qədər mən bir dənə şikayət görməmişəm. Kim zəng edib, danışıb, məsləhət alıb, tövsiyə alıb, o numeroloji sistemdən nəticələrə vaqif olub, hamısı məmnun qalıb. Tövsiyə demişkən, mən həmişə sual olmasa belə nəzərdə tuturam ki, biz uşaqlara
yenə qoşulaq. Əvvəla buradan Kəmala xanım da yəqin təbrik edir. Artıq uşaqlar, tələbə olanlar bəlli olub. Bütün Azərbaycanda tələbə olan 58 minə qədərdir səhv eləmirəmsə, hər birini təbrik edirəm. Qoy faydalı insanlar olsun, vətənimizə, xalqımıza şərəflə xidmət edənlər olsun. Əlbəttə, faydalı övladlar olsun hamısı. Bu il dostlardan, qohumlardan bizim daimi izləyicimiz Mənsur bəyin də oğlu ali məktəbə qəbul olub. Siz də tövsiyələr vermişdiniz. Bax, valideyn uşaq, çox adam sizin məsləhətdən sonra artıq evdə bir o qırılmış bağların birləşdiyini deyir. Uşaq, xüsusən də mən böyük yox, hələ məktəbli uşaqlardan deyirəm. Məsələn, bəziləri mənə də analar deyir ki, belə bir şey də həll edə bilər. Uşaq məni sanki görmür, yaxud da mən onu görmürəm. Nə deyirəm, üzün çevirir. Kəmala xanım nə kimi kömək edir? Deyirəm, elə Kəmala xanım o işi görür də. Bir də istəyirəm elə bu barədə danışaq. Bax, bugünkü gündə yenə o münasibətlər sistemində dəyişikliklər varmı? Ən çox nəyi düzəltmək lazımdır valideyn, övlad arasında? Artıq övladlar öz arasında da bir-birini qəbul eləməyənlər var. Onlara da kömək edə bilirsinizmi? Buyurun. O bir karmada, o məsəl üçün bir-birini keçinməyən uşaqlar bir ailədə, o karmada görünür. Yəni anında orada görünür. Onu soruşan kimi də deyirlər, bəli, belə şeylər var. Artıq biz onun, yəni əgər uşaq balacadırsa, kiçik yaşındadırsa, ana ilə işlədirik. Deyirəm ki, uşağının, övladının adından bunu edəcəksən. Yəni belə deyək də, hər kəs bilir ki, artıq bizim izləyicilərimizdə, yəni o qədər analiz elətdirənlər, hətta qohum, əqrəba, dost, tanış, yəni bir-birlərinə verirlər telefon nömrəsini. Onlar bilirlər ki, mən yəni bütün məsləhətlərimi bəşər qanunları və dinimizin qanunlarından qırağa çıxmadan edirəm. Bu da, belə deyim də, inanın ki, o nəticələrin tez alınmasına kömək olur. Çünki insan çox qısa bir müddətdə dəyişir. Bayaqdan bilmədiyi şeyləri bilir, ana, tutaq ki, bir 30 yaşında anadır, ya 35 yaşında, ola bilər 40 yaşında. Yəni, əvvəl fərqindəlik elə bax budur. Bir çox şeylərin fərqində olur ki, mən bunu, yəni, bilirsiniz, uşağın bütün, əgər uşağa ediriksə analiz, uşağın bütün şuuraltısı ortalığa qoyulur. Uşağın şuuraltısı nə zaman yazılır? Ananın bətnində olanda artıq başlanır yazılmağa. 0-6 yaşda da ata-anadan uşaq bütün hamısını yığır. Mən artıq ora baxanda mən bilirəm, bu necə analıq eləyib, ata ilə, yoldaşı ilə münasibəti necə olub. Zaten bütün hamısı bir-birinə bağlıdır. Uşaqda əgər, məsələn, mən heç vaxt bir anam kimi bir qadın olmayacam və yaxud mən heç vaxt bir kişi, uşaq, oğlan uşağı deyər ki, məsələn, 13, 14, 15 yaşında mən atam kimi bir ailə başçısı olmayacam. Əgər bunlar onun analizində çıxırsa, mən artıq bilirəm bu ailə necə yaşayır. Mən bu ailə necə o, bilirsiniz, orada məsələ o deyil, uşağa desin ki, sən bunu elə. Belə oturma, belə durma, belə qaçma, belə gəzmə. O deyil ki, o öz hərəkətini, öz yoldaşı ilə, qadınla, kişi özlərinin arasında olan münasibətdən uşaq bəhrələnir. Uşaq oradan gördüyünü götürür. Hə, uşağın oradan gördüyünü edir artıq, gördüyünü edir. Bəzən fərqində olan uşaqlar olur. Onlar da tuzağa düşür. Onlar da gəlir. Nəyə düşür? Çünki qız çatır elə bir yaşa ki, deyir, mən heç vaxt anam kimi əzilməyəcəm, atam kimi kişiyə yəni ailə həyatı qurmayacam. Yəni qız bunu dedisə, elə bil ki, burada bir nəyəsə söz verir. Məhz atası kimi bir gəlir çıxır. Bəli. Burada bax, mən bunları bir fərqindəlik kimi ananınmı, övladınmı qarşısına qoyanda deyir ki, Kəmala xanım hardan bildiniz? Bunlar elə dəqiqdir ki, bircə-bircə. Bilirəm, o çünki bir-birinə bağlıdır. Burada bir öngörülük falan yoxdur. Bunlar hamısı bir-birinə bağlıdır. Yetər ki, orada, çünki bizim o rəqəmlərimiz var, hansı ki, o əsas doğum, məsələn, günü, ayı və ili. Onlar, onları xırdaladıqca, bizə o qədər çox şeylərə açırlar ki, o qədər, yəni orada artıq bilirsən, məsələn, ana necə olmalıdır, ana özünü necə aparmalıdır ki, uşağına yarasın, uşaq da necə hərəkət eləməlidir ki, ana razı qalsın. Əslində anadır da, burada anadan gedir söhbət birinci növbədə. Amma deməli, uşaq üçün sizə müraciət edəndə ananın özünə də iradlar bildirirsiniz də, yəni ki, tövsiyələr verirsiniz. Ana ilə işləyirik də. Məsələn, uşaq 15 yaşındadır. Ancaq uşaqdan tələb eləmək də olmaz axı. Balaca
uşaqdan tələb eləmək mümkün deyil. O 15-16 yaşında uşaqlarla da yenə onların da elə bir egosu olur, onların bir cinsi yetkinlik dövrü olur. Mən əksinə deyirəm ki, həmin anda bax o uşaq 12-15-16 yaş arası sakit davranarsansa ondan, o elə bir ki, sakit yaşayar da. Bax, evdə ana-ata davası yoxdur, evdə çox belə hay-haray, qaraq gürültü yoxdur. O zaman o uşaq sakit o illərini keçirdərsə, bir də o illərdə uşağı Allaha yönəldərsənsə, yəni Allah qorxusu, vicdan, düzgünlük, yəni bunları ünsiyyət danışıb ondan, ona bir şeyləri başa salarsansa, bəli, uşaq o illər arasında öyrəndikləri də onun bütün, bax, istər ruhsal, istər fiziki cəhətdən uşaq elə bir inkişaf edir, elə bir dəyişir, dönüşür ki, yəni bu bizim üçün bir möcüzə olur. Yəni uşaq o deyirləri, o baramanın içərisindən qurdu idi, kəpənək oldu, çıxdı. Bax, elə bir şey olur ki, uşaq bütün xəstəliklərini geridə qoyub artıq cinsi yetkinlik dövrünü keçmiş olur. Yəni burada sakitçilik, psixoloji belə o sakit olması, dəstək həmişə hiss eləməsi, amma bu o demək deyil ki, uşağa bütün gün, gecə və gündüz sevgi ver, uşaqdan heç nə istəmə. Bu o demək deyil. Əksinə mən bu dəqiqə hər kəs danışır. Ay uşağa söz demək olmaz, ay qarşıma çıxdı, bəlkə uzunçuluq olacaq. Buyurun, buyurun. Instagramda bir xanım koçluq işləri ilə məşğul olan, adı yadımda qalmadı, yəni heç lazım deyil demək. Maşın sürə-sürə danışır belə, keyflə cəmaata danışır ki, bəs mən işdən gəlmişdim, təngi nəfəs nəsə eləyirdim, qızıma səsləndim ki, qızının da 8 yaşı var. Səsləndim ki, qızım, mənə bir stakan su ver, uşaqdan səs çıxmadı, təzədən bir də səsləndi, dedi ki, mən yorulmuşam, mən sənə su verə bilmərəm. Anam da deyir, o otaqda idi, anam da başladı uşağı danlamağa ki, adam anasına su verməzmi, görsən istidir falan, bax belənçinə. Uşaq da qayıdıb nənəsinə deyib ki, bunları xanım fəxr eləyə danışır. Deyib ki, anamın əli də var, ayağı da var. Anam özü orada nə bilim işini görər, gedər suyun içər. Xanım deyir ki, mən keçdim anama, dedim ki, ana, sən uşağı niyə məcbur edirsən ki, o mənə su versin, o mənə su gətirsin, niyə ona o sözləri deyirsən? Bu uşaq böyüyəndə elə biləcək ki, hər kəsə borcludur. Yanlışdır, yanaşma yanlışdır. Belə ki, sabah həyat yoldaşı da istəyəndə deyəcək ki, əlim var, ayağım var, hər an özüm istəyər. Bu qazanıb gətirib, sən də bir çay söz, bir süfrə qoy, könlünü aç. Yanaşma yanlışdır. Özü koçdur, özü cəmaatı örgədir. Əgər bu uşağa belə tərbiyə verirsə, yəni uşağa bunu... Bəlkə də elə deyil, o digərlərini o istiqamətə yönəltməkdir ki, bizdə belədir. Bəzən televiziyada görsən, öz övladı ilə o münasibətdə deyir. Məsələn, mən hər gün, mən şəxsən tanıdım, mən hər gün oğlanların belə deyirəm, filan deyirəm. Amma yəni cəmaat elə bilsin ki, bunda doğrudan da belədir. Məncə o yanlışdır. O dərəcədə, yəni, özdə belə bir arxayın danışır. Yəni, sən 8 yaş artıq bu ətrafdan yığır uşaq. 0-6 yaşı keçdi bunun. Artıq onun elə bir dövrüdür ki, ətrafdan yığır o. Ətrafdan nə yığsa, anadan bu şeyləri götürərsə, bu uşaq sevgi verərmi? Yəni, mən sevgi vermək o mənada. Ana su istəyir, mən deyim ki, sən ged özün götür. Yəni, bu haradasa indi bax, bizim nəsil, biz bunu tərbiyəsizlik bilirik də. Yəni, amma indiki nəsil, yəni xanımın olar da 30 yaşı, uzaqbaşı 35 yaşı, yəni olsun lap 40-a yaxın. Bu nəsil hesab edir ki, uşaq o qədər azad olmalıdır ki, yəni burada o qədər yanlış bir yönəltmə var insanların. Sən necə yəni? Sən bu uşağı yedirirsən, içirirsən, dünyaya gətirmirsən, ona istədiyi şeyləri alırsan, ad günü keçirdirsən, cürbəcür edirsən bunları. Əlbəttə ki, eləyirsən. Amma sən uşaqdan bir stakan suyu, bir normal bir ana kimi istəyib onu əldə edə bilməyəndən sonra sən nəyə lazımsan? Kamal xanım, bir də bildirim ki, bu 2003-dən yeni era başlayan həmişə deyirdik, dünyada hər kəs deyirdi ki, İnsanlar artıq qalaktik
informasiya seyrinə qoşulacaqlar və özünü dərkə yönələcəklər. Məsələn, Azərbaycanda araşdırma aparan dostlarımız var. Görüb ki, gənclərin, o siz dediyiniz yaşda olanlardan bu tərəfə bu süni intellekt, süni zəkadan daha çox bax belə şeylər soruşurlar. Mən valideynimlə yola gedə bilmirəm. Mən nə edeyim? Necə eləyim ki, bu sıxıntılardan qurtulum? Tənhalıq düşüncələrindən qurtulum? Necə eləyim ki, hədəfimə çatım? Bax, belə suallar daha çox belə, nəinki filan ölkənin mənzərəsi necədir? Onlar da soruşurlar, amma çox az faizdir. Mən ondan biraz sevindim. Amma sevincimin içində bir ehtiyatlılıq da oldu ki, uzdan tutma siz dediyiniz o qadın kimi hələ daha betərlər də var. Onlara da kütləvi axın ola bilər və cəmiyyətdə biraz negativ şeylər də yarada bilərlər. Olacaq, o olacaq, gedəcək o bir. Sonra yenidən köhnə tendensiyana qayıdacaqlar. Çünki insanlar bilmir o sağlamdır. Olmayacaq, bəhrə verməyəcək, görəcəklər. Çünki insan elə bir varlıqdır ki, o sevgi verib sevgi almağı bacarmalıdır. Burada bir tərəfli şey yoxdur. Sənin evladın olsun, yoldaşın olsun, anan olsun, atan olsun. Sən heç vaxt orada da o qədər anasından şikayət edənlər var ki, anam məni sevmir, anam məni sevmədi, mən seçildim, mən bunların içindəyəm də, görürəm də. Və yaxud da ki, ana övladından şikayət edir ki, o məni saymır, ya bu şeylər eləmir. Bütün bunlar hamısı, belə deyək də, sevgi vermək, sevgi almaq uşaq lap körpə vaxtından görməlidir. Lap körpə vaxtına, heç ona vaxtınız yoxdursa, hər dəfə o bir uşaq yatanda ya ata, ya ana, ya nənə ona bir nağıldan, zaddan oxuyur da bir balaca da bir hekayə. Hər gün balaca bir hekayə oxuyun, sonra onun orada qoy kimsə kimisə incitsin və yaxud nəsə olsun, nə bilim, ya pişiyi daşlayırlar, ya itə vururlar. Belə hekayələr var da o tərbiyəvi mövzuda. Və yaxud insan insanı incidir. Sənin fikrin burada nədir? Uşaqdan soruşmaq olar ki, yəni səncə bunu niyə elədi? Uşaq verdiyi cavabdan elə gözəl başa düşürsən, bu uşaq hansı tərəfə gedir və anında onun qarşısını kəsmək mümkündür. Bəli, o test deyirlər də, qabaq ağsaqqallar da. Məsələn, gördüm məclisdə oturur, çox uşaq var, çox gənc var, deyir, bu çox zəkalıdır. Bir-iki kəlmə danışır və deyir, bunun gələcəyi var. Qədimdə də yəqin elə deyirlər. Bir də ən çox insanları düşündürən, mən cavab verməkdən yoruldum, bəlkə siz də yorulmuş, amma yorulmaqla bir şey olmur. Deyirlər, bax, nə bilim, gecə-gündüz dua edirəm, Allahdan istəyirəm, pirə gedirəm, namaz qılıram, oruç tuturam, amma elə bil o istədiklərim olmur, uzanır. Bu da biraz təhlükəlidir də, elə indi siz deyəcəyinizi bilmədikləri üçün elə bilər Allah istəmir, Allah bunlardan üz döndərib. Əşin olsun, mən xatır isə bir də verişdə də dedim. Deyir ki, mən səhər maşından işə gedirəm, gedib işə çatana qədər, nə bilim, 500 dəfə Ya Rəhman deyirəm. Deyirəm, qardaş, Ya Rəhman deməklə iş düzəlsə, mən 5000 dəfə deyərəm. O deyil. Ruzi duası qoyur, kimsə deyir, ruzi gələcək. Deyirəm, sən işləmir, onun üstünə niyə qoyub, xarab edirsən. Sən işləyirsən, ruzi duası da gözəl bir hikmətlə yazılır, üstünə qoyulursa, bərəkəti artır. Amma o sənə gedib hardasa göydən pul səpələməyəcək. Bax, deyir, namazda qılam, oruç tuturam, zəkatda verirəm, nə bilim, nəzirdə verirəm, pirlərdəyəm bütün günü, amma heç nə olmur. Bax, istəyərdim buna... O yadımdan çıxmamış onu deyim ki, o bir saydığınız şeylər var ha, çox adam onun müəyyən bir şey olması üçün eləyir. Mən bunu edirəm ki, məsəl üçün... Şərt qoyur Allaha. Mən bunu edirəm ki, gedim bu nəzirə, bu zəkatı verdim ki, filan işim düzəlsin. Yəni, belə şey eləmək olmaz axı. Olmaz. Amma niyə deyir Allah rızası üçün? Allaha görə eləyirik, əslində, eləməliyik. Sonra da, belə deyəm də, hər kəs bilməlidir ki, bir müsəlman, bir insan, yəni doğru, düzgün insan, bir işi gedər görər, sonra deyər ki, Allahım, mən bu işi gördüm, onun xeyrini sən ver. Daha orada çox adam deyir ki, xeyirlisi olsun, xeyirlisi olsun. Hələ gedib heç nə eləməyib, filan şey eləmək istəyirəm, o da deyir ki, olsun, xeyirlisi olsun. Deyirəm, Allahdan xeyirlisi. Allahdan xeyirlisi. Deyirəm, sən bir işi gör, başda, sonra gəl de ki, Allahım, mən bunu etdim. Onun xeyrini sən ver. Yəni, Allah, bilirsiniz necədir?
çox vaxt da deyirlər ki, hə, bax mənə vermədi, mənim qismətim bu imiş, qədərim bu imiş, yəni deyirəm ki, bax əgər Allah vermədisə hələ, deməli o çox vaxt deyirlər vaxtı çatmayıb, amma mən onu biraz istəyirəm kökdən başa salım da. Buyurun. Baxın, o qədər deyilən, qismət deyilən şey lövh-i mahfuz deyirlər. Yəni orada bütün aləmlərin toplantısı vardır. Yəni 18.000 aləm deyirlər də, hamısının kopyalanmış variantı lövh-i mahfuzda var. Quranda da adı çəkilir bunun. Və bizim tutaq ki, mən bir qədər yazdım, yəni yazdım, əstəğfurullah deyirəm, yazıldı mənə. Yəni mən də orada iştirak edirəm də, numerologiyaya görə biz məsəl üçün doğum günümüz, adımız, yəni hər şey bizə deyilir. Bizlə elə bir müqavilə bağlanılır, gəlirik. Və mənə tutaq ki, o doğum tarixim var ha, o mənim qədərimdir. Mənim adım, soyadım, bir də doğum tarixim. Əgər bu mənim qədərimdirsə, məsələn, orada mən ayın 3-ü doğulmuşam, eləmi? Mən gəlirəm, tutaq ki, yer üzündə o 3-ü ən gözəl tərəfindən də apara bilərəm, ən negativ tərəfindən də apara bilərəm. Bu o deməkdir ki, lövh-i mahfuzda mənim minlərcə variantlarım var. Bəli. Həmən o variantlar yetər ki, o insan o gözəl, ən yaxşı variantı seçə bilsin. Kimsə ən pis variantı, bax seçim ona görə deyirlər də, filan kəsin seçimi. Ən pis variantı seçə bilər, orta və yaxud ən yüksək, ən gözəl. Yəni insan da ona çalışır da ömür boyu ki, o gözəl variantı gətirsin və numerologiya o ən gözəl variantı bizə deyir. Ki sən bax bu sənin ən gözəl variantın budur, buradan irəlilə. Ən çox da uşaqlara, cavanlara, yəni həyatında bir işə girmək istəyənlərə o qədər vacibdir ki, oradan deyim, Allah deyər ki, hə, bax, namaz da qıldım, onu da elədim, amma olmur, vermir. O zaman deyirik ki, sənin hələ ki, o şey veriləsi istədiyin şey var ha, sənə verilər, Allahın əlində nədir ki o? 2 saniyədə verər. Yəni, ol deyər, olar. Daşıya bilməzsən. Ay, sağ ol. Daşıya bilməzsən, sən onun altında ya əzilərsən, ya itib batarsan, ya ziyana düşərsən. Elə bir o şey olar ki, ona görə Allah güya bunu bizə şax damardan yaxındır, bilmir. O yüzdən verilmir. Gözlənilir ki, sistem gözləyir ki, bu adam bilgilənsin, elmlənsin, nəylərisə anla. Bax, fərqində yenə gəldik, çıxdıq ora. Fərqində olsun nəyinsə. Bəlkə də bu adamın təkcə bunun yox. Yəni, bu adam deyir ki, bu filan şey elədim, onu elədim. Bəlkə də sənin tövbələrin var. Və tövbə əslində bugünkü gündə dediyimiz fərqindəlik bizim köhnə dillə desək, yəni belə deyək, dini dilimizlə desək, insanların tövbə odur. Tövbə fərqində olmaqdır. Yəni, biz necə bir adam öz durduğu başdan elə durduğu yerdə tövbə edə bilməz ki, nəyisə yadına salır ki, amandır, mən filan kəsə, filan vaxtı filan şey dedim ha. Qoy bir ona bir tövbə edeyim, tövbə çalışması edeyim. Bu arada, yəni belə bir şey demək istəyirəm, elan eləmək istəyirəm. Sizin izləyicilərə də Instagramda bölüşmüşəm. Düzdür, öz kanalımda elə bölüşməmişəm, YouTube kanalında. Tövbə və dualarla təmizlənmə, yenilənmə adı altında WhatsApp çalışmasına inşallah başlayacağıq sentyabrın 7-sində. Deməli, 3 həftə sürəcək. Orada hər gün bir tövbə və dua ilə işləyəcəyik. Nə gözəl. Yəni, mənim, bəli, orada səsim gedəcək, hər kəs o səsi alacaq. Və doğrudan da mən düşündüm ki, niyə görə? Çünki, bax, kiminsə karması var 8-dən. Bunu 100% bilirsən ki, pula paraya görə tövbəsi var, nəslə kökə görə. Yəni, kiminsə var o bayaq dediyimiz 7-dən aldanma, kiminsə bolluqdan, bərəkətdən, kiminsə sağlamlıqdan, işindən, kiminsə sağlamlıq, siz demişkən sağlamlıqdan heç o, yəni 9. Yəni, burada o tövbə və dualarla arınma, yenilənmə, təzələnmə olanda bir insan artıq orada bir boşluq qalmır. Yəni, əgər biz orada insanın ağlına gələn bütün tövbələri işləyiriksə, inamdan başlayaraq, inam, yəni oradan başlayaraq. Yəni, insanın, indi mən bunu, yəni belə deyək, Instagram dili ilə deyəcəm, fərqində olması,
ondan sonra yadına salması. Aha, mən bu yöndən məndə şey ola bilər. Mən həmişə bir dəfə bir verilişimizdə danışmışam ki, insanlar kontrakt bağlayır. Bu kontrakt dırnaqarası deyirik də ona. İnsan müqavilə bağlayır. Necə eləyir? Məsələn, bir qız deyir ki, mən filan kəsin ailə həyatı qurduğu adama bax, mən heç vaxt belə insandan ailə qurmaram. Anında müqavilə yazıldı. Bitdi. O kontraktları hamısını geri çağırmaq üçün tövbə bizə birinci şeydə lazım. Çox doğru dediniz. Ümumiyyətlə dinimizdə o tövbə məsələsini deyirsiniz, tövbə və istiğfar deyir. İnsanın xilas yoludur. Tövbə o qədər insanda o qədər o təmizlənmə və yollar açımına səbəb olur ki, və Allah Taala'nın insana ən böyük belə yaxşılığı odur ki, tövbə qapısı açıq olur həmişə. Yalnız ölüm yatağında tövbə qəbul olunmur. Artıq bilirsən ki, ölürsən, o qədər deyir ki, hər an, hər zaman gör ki, məsələn, bəzi möminlərlə danışanda Ramazan vaxtı deyir ki, qəza namazı qıldığımdan filan elədim, Quran oxudum, bir də görürəm ki, daha çox deyir, tövbə deyirəm. Deyirəm, bu axı təmiz adamdır, nəyə tövbə edəcək? Biz elə bir günah eləyir, siqaret çəkir. Deyir ki, tövbə elədim ki, çəkməyim, ya söyür tövbə. O deyilmiş sən demə əslində. O da var, o görünəndir. Amma görünməyən tövbə filan. Deyirəm, o boyda Peyğəmbər Həzrətləri hər namazda deyirmiş ki, Allahım, sən mənim keçmiş və gələcək günahlarımı bağışla. Amma bizdə insanlarda biraz eqoluq, biraz o özündən təkəbbürlülük var ki, mənim nə günahım var ki, ən çox da 70-60 yaşında adam deyir ki, mənim heç bir günahım yoxdur deyəndə adam belə məhdər qabı. Siz dediyiniz, indi mən o metodu bilmirəm, əzizləyicilər, mən də çalışacağım, iştirak eləyəcəm, dinləyəcəm. Burada bu Səbah müəllimin sözünüzdə kəsdim. Buyurun. Heç kimlə söhbət eləməyəcək, heç bir orada belə ümumi bir çalışma olmayacaq. Orada hər gün mən, məsələn, tutaq ki, kim qoşulub o çalışmaya, onlara səs göndərir. Hər kəs o səsi alacaq. O səslər ümumi qrupda. Ya niyyət eləyəcək o səslə, mənim səsimlə o tövbələri eləyəcək. Ya da ki, bəzi kişi xeylaqları, bəzi işləyən insanlar şey eləyə bilmir də. Bir də bu çalışmanın xeyri odur ki, məsələn, anında heç nə eləyə bilmirsən, axşam elə, səhərsi gün elə, o səs səndədir də. Və ya da ki, özü onu oxuyub, qulaq asıb, özü üçün not alıb dəftərdə, bu daha gözəl variantdır. Qadınlar var ki, öz üstündə belə işləyirlər. Və belə deyəm, orada heç kimə mane olmayacaq, heç kimin işi yoxdur. Sadəcə biz buna WhatsApp qrup çalışması ona görə deyirik ki, o qrupda olan insanlar o çalışmanı alacaqlar. Və belə deyək də, mənim telefon nömrəmi bilirlər, istəyən... Instagramda, ekranda gedir. Hə. Yəni, telefon nömrəsi ilə WhatsAppdan yazıb soruşa bilərlər, yəni şərtlərini. Mən düşünürəm ki, belə özüm başladım ki, çalışmanı. Yəni fədakarlıqdır əslində bu. Doğrudan da. Çünki mən bəzən deyirəm ki, Amala xanım biraz dincəlin, çox enerji verir. Adi bir adama o karmik, numeroloji tövsiyə verəndə səsə qulaq asıram. Olur da dostlardan deyir ki, Amala xanım bax belə yazıb. Hərəsinə bir 10 dəqiqə, 15 dəqiqə bütün cikini, bikini, yəni o xilas yollarının hamısını deyir, bu olmur, bir olmur. Amma belə kütləvi olanda izləyicilərlə, tutaq ki, bizdə imkan vermirlər də, tamaşaçılarla, belə. Bir də istəyirəm, bir də qaydaq o hazır olmaq məsələsinə. Hə, oradan elə danışaq. Üzr istəyirəm, bax, məsələn, Koreya, Şimali Koreya nə vəziyyətdədir birlikdə? Bəzən deyirlər, xalq demokratiya hazır deyil. İndi Şimali Koreya, lap Türkmənistan, Şimali Koreyada prezident ağrıyırsa sən də ağlamalısan. O saçın necə? Onu hamı bilir. Birdən-bir ona Almaniyanın demokratiyasını versən nə olar? Xaos olar. İnsanlar bir-birini yər. Harınlamaq, qudurğanlıq olar. Hətta Yüngülvari keçid eləyəndə Liviya kimi Qəddafidən sonra Misirdə nə qədər qarşı durmalar oldu. Deməli, o, Heydər Əliyevin yaxşı sözü vardı. Amerikaya deyirdi ki, sizin 200 ilə çatdığınız demokratiya bizə deyirsiniz ki, 1 ilə çatdınız. Siz 200 ilə gəlib çatmışsınız deyir. Bunu da anlayın. Amma indi demokratiyadan getmir söhbət. Bəzi şeylər var, insan olmur. Adi biraz o mistik kitabları, bu karma ilə bağlı kitabları da hər adam oxuya bilməz. Oxuyar, havalanar, hər şey çaş-baş salar. Bax, istəyirəm o necə o tədrici keçiddən, ya ümumiyyətlə o hazır olmağa hazırlıqdan
Necə hazırlayırsınız, necə eləmək olar? Bax bunu biraz da toxunaq. O hazır olmağa hazırlıq, o insan dediyim kimi, yəni ona biraz elm, biraz bilgi lazımdır, biraz maraqlanması lazımdır. Bir də Səbo müəllim, bax bir şey var da, bunu bütün öyrədənlər, koçlar hamısı bilir, hamısı da deyir. Yəni yetər ki insan istəsin. Əgər istədisə, hər şey mümkündür. İnanın ki, hər şey, siz bunu məndən də yaxşı bilirsiniz, hər şey mümkündür. Yox, bir adam istəmirsə, onu mən istəyir 100 dəfə hazırlayım. Yəni, nə bilim, belə bəzən bir şey bir neçə dəfə təkrar edirəm, analiz edəndə. Sonra öz-özümə deyirəm ki, yox, bu adam əgər götürdüysə, elə mən onu bir dəfə deyəndə də götürür. Götürür də, adımız deyirəm ikinci dəfə qulaq asın, yenə müraciət edib soruşa bilərsiniz. Belə də imkan verirəm. Amma o götürməyən adam var ha, belə barmaq arası baxır da. O istəyir 3 dəfə də desən, 4 dəfə də desən götürməyəcək. Ona görə baxın, burada könüllü surətdə, bax o çalışmalarda da mən onları qeyd edirəm. Bax o şeylərin hamısından danışacağıq inşallah. Ki, bax sən necə gəlməlisən? O siz demiş, addım-addım gəlməlidir. Hələ bir arada bir yoxlamalıdır ki, bir dönüm dala baxım görüm o məndən aşağıda olan şeylər yerindədirmi? Bir dəfə danışmışdım mən təkamüldən, yəni birinci çakradan qalxma, yəni mən deyə bilməkdən bir yuxarı qalxma. Yəni bütün sən balansda qalmalısan, hər bir şeydən balansda qalmalısan. Bayaq o bu dəqiqə tendensiya olub, özünü düşün. Özünü yəni birinci yerə qoy. Yəni çox adam da elə başa düşür ki, yeməyin ən yaxşısı bu yeməlidir. Paltarın ən gözəli bu yeməlidir. Məsuliyyətdən qaçmaq deyil. Sonra düşünürlər ki, amandır bir iş olsa, yanımdakilərin arasına bir qapaz qoyun, birinci o şeyi mən götürüm. Yəni bu deyil. Bunu yəni doğru düzgün çatdıra bilməyənlər var. Doğru düzgün anlatmayanlar var. Sadəcə və sadəcə mən bunun üstündə analiz edəndə o qədər danışıram ki, bu insan başa düşsün ki, mən deyə bilmək nə deməkdir? Mən deyə bilmək o deməkdir ki, mən ayaqlarımın üstündə durub öz pulumu, paramı qazanıram, öz maddiyyatımı. Yəni biz bugünkü gündə sivil bir ölkədə yaşayırıq da, sivil bir dünyada yaşayırıq. Mağara insanlarının birinci çakrası nə olub? Get o heyvanı ovla, gətir onu ya bişir, ya bişirmə, ye və çoxalmaq. Yəni başqa missiyası olmuyor. Amma bizim bugünkü gündə milyon dənə şey var. İnkişaf yolumuz var. O inkişaf yolu da hara gedir? Maddiyyatı qazanmağa. Sənə sistem, numerologiyadan da onu başa salıram ki, yəni bu adam, sistem sənə deyir ki, özü o kök çakradadır. O qədər önəmlidir ki, sən öz maddiyyatını birinci yerinə qoy, sonra otur, bax başqalarına. Filankəs filan şey elədi. Ya gedim ona kömək eləyim. Ya bunun nə bilim mən nəyi, uşaqlar var ya, uşaqlara mən baxıram, onları ya valideyninə o qədər öyrədirəm. Deyirəm uşağımı öyrət ki, filankəsin ruçkası yerə düşdü, sən bax nə işin qaldı? Qaçıb gedib onu götürüb ver. Al sənin ruçkan yerə düşmüşdü, verdim sənə. Sən bir bax gör öz ruçkan yerindədirmi? Belə uşaqlar böyüyəndə də onların fikri həmişə başqa. Diqqət yayılması, ondan sonra diqqətsizlik hardan yaranır insanlarda? Başqa bir şeylərlə, özündən başqa hər kəsə, hər şeyi fikirləşər. Xüsusən də lazımsız şeyləri fikirləşər. Negativ, ən çox belə insanların ağlına negativ gələr. Bir də bəzi uşaqlar var ki, yəni uşaq deyil, bütün insanlar da var. O ikinci çakranın boşluğu və bir çox şeylər. Yardım eləsin, özün göstər. Yəni sevgiyə ehtiyacı var bu adamın. Hər kəsə bir şey, bir yaxşılıq etsin ki, bunu sevsinlər. O da çox pis şeylərə aparıb çıxardır. Və mən bunların üstündə inanın ki, birinci və ikinci çakranın üstündə danışdıqca bir də görürəm hardasa yarım saat, bir saatda keçibdir. Əziz izləyicilər, siz də Kəmalə xanımın nömrəsini görürsünüz. Yazın, suallarınızı verin. Əlaqə saxlayın, WhatsApp-la ya səs, ya belə yazı kimi yazsa. Səs daha yaxşı olar. Zəng də eləyə biləriz, amma əsasən səs olsa, çünki məşğul olur, Kəmalə xanım hər saat götürə bilmir. Son sualımı da verim Kəmalə xanım. Deməli, bizim bir izləyicimiz var, ali məktəbdə dərs deyir, qadındır. Deməli, adam negativ özünə çəkmək üçün sanki ölür. Hətta birdən hirslerindən blok edirəm. Köhnə dostlarımızdandır. Kanalımızı da izləyir. Qadındır, xanımdır. Tutaq ki, adi götürək, astroloji proqnozda yazılır ki, bugün
keyfiniz yaxşı olacaq, pul gələcək, sizi sevindirəcəklərini. Axşam tədbirli olun ki, sizi aldadanlar da ola bilər. Hamısı unudulur. Mən Allah nə edəcəklər filan orada qalır. Məsələn, hamı deyir, bu iş yaxşıdır, belə-belə çalış. Rektor da səni çox istəyir. Amma burada rektor, prorektor məsələn biraz acı dil adamdır, oturub ağlayacaq, panik atak olur. Adi ondan panik atak olur. Havalanır. Mən məhz ona mesaj kimi bu sual verirəm, amma əslində belə adamlar çoxdur. Mən bir dəfə hətta yarı zarafat deyirəm, oturuq çay içirik yoldaşlarla, bir kişi var idi, o da elə idi. Çay içirik deyir, mən bağışlayın evə gedim, çörək, dükan bağlanar, çörək alım, deyir, birdən çörək olmadı. Deyirəm, nə olmadı, o bir dükana, birdən orada da olmadı. Ancaq oran fikirləşir. Nəsə, o qədər soruşur, demək ki, olmayacaq, gedib evdə bir dənə kartof soyutma eləyib yiyəcəm, səhərə qədər ölmərəm hər halda acından. Deyir ki, dəqiq var kartof. Yəni, bu ancaq negativ adam var, amma deyir ki, yoxdur, çörək də olmayacaq ki, deyirəm, qardaş, qoy mən gedim, çörək də olar, olmaz qapını gecə qonşunu döyür. Əminəm ki, onda da deyərdi ki, bəlkə qonşuda da olmadı. Deməli, ancaq məqsədin sən nədir, adamı depresiya salmaq. Bu xanım da ağıllı, gözəl, savadlı xanımdır. Amma adi bir şeydən hamısı o yaxşı şeylər sanki bunun gözü bağlıdır. Bax, belə adamlarla bu numeroloji, karmik, ya o dediyiz tövbə, bununla necə işləyə bilərsin? Bunu biraz istəyərəm geniş deyəsiz, verilişimizi elə belə nikbin notlarına bitirək. O adam o vəziyyətdən qurtulmaq istəyirsə, mən onu o vəziyyətdən çıxarda bilərəm. Numerologiya vasitəsilə, məsləhətlərin vasitəsilə, bu adamın üstünə tapşırıqlar qoymaqla. İstəməsə, o adam əgər... Mən deyir, istəyirəm, hə. O zaman istəməsə mümkün deyil. Belə adamlar həmişə olub, Səbuhi müəllim. Bax, Anton Pavloviç Çexovun bir şeyi var, Belikov. Orada, vdruq çего ne вышло. Hər şeydən... Niyə belə oldu, hə? Birdən bunun içindən filan şey çıxar, birdən bu şey... O zamanlarda, əvvəllər də olub, indi də var. O, biraz bəzi insanlarda, bəli, psixoloji travma almış ola bilər. Məsələn, belə deyək də, anadan belə doğula bilər. Amma yenə də, bax, o belə insanlar numeroloji analiz eləyəndə görünür. Ən çox 6 rəqəmləri olur, belə deyək də, 6 üçüncü gözdür, hissiyatdır. 6-larda bir də 6 qrup yaradan bir rəqəm olduğuna görə, bax, numerologiyada çox belə bir gözəl bir söz deyəcəm indi. Onun düzdə mən belə hər dəfə demirəm. Bax, Allah Quranda yazılır da ki, Quranda da var bu ki, 6 günə yaratdı dünyanı. Yəni, bu çox yerlərdə mən bunu oxumuşam, eşitmişəm. Hə, var. 6 günə yarandı. İncildə, Tövratda var, Quranda bilmirəm. Mən də unutmuşam. Yəni, deyilir, el arasında deyilir. 3 günə göyləri, 3 günə yeri, bax, belə bir şey. Yaratdı və 6 rəqəmi qurmaq, yaratmaq, bir şeyləri yaradıb qoymaq. Yəni, qurmaq, yaratmaq əslində əsl qurub yaradan Allahdır və bu ona məxsusdur. 6-lar da deyir ki, 6 olduqları üçün onlar düşünürlər ki, hər şeyin ən gözəlini, ən mükəmməlini qurub yarada bilərlər. Və buradan nə gedir? İnsan, məsəl üçün, bu pultu buradan bura qoymalıdır, eləmi? Mən bunu buradan belə bura qoydum. O insan, həmən o 6 olanların bəzilərində, hamısında olmur, çoxsunda olur amma. Mən bu pultu belə düzmü qoydum? Bəlkə belə qoysam, yaxşı. Boş bir şeylə oynayır, vaxt da. Qoy bunu belə qoyum. O əslində bir xəstəlik kimi bir şeydir. Yox, mən bunu, acaba bunu belə qoysam nə olar? Gələcək qorxusu onlarda dəhşət bir, ən çox ataka tutulanlar da onlardır. Və baş, beyin, üz, göz, yəni ağıl ilə əlaqəli bir şeyləri düşünmə ilə əlaqəli xəstəliklər də oradan çıxır. Yəni, hətta, belə deyərəm, mənim analiz elədiyim bir var idi. Xanım, 1-2 il bundan qabaq analiz eləmişim. Müəllimə idi. İndi siz də müəllimədən danışırdınız da, deyirdi ki, birdən mən jurnal səhv yazaram, polis gəlib məni tutar. İnanırsınız, ağlı başında xanım, ağlı başında müəllimə. Yox, deyir Kəmalə xanım, siz bilmirsiniz, mənim nəslimdə, mənim nənəm müəllimə olub, nəsə olub, o səhv edib, polis onu aparıb, nə bilim mən, nə isə. Bu belə bir şey danışırdı.
Bütün bunları Polis aparmır jurnal səhv və yazan. mən də onu deyirəm ki, İzahat polisin verir. səninlə nə işi var? Orada elə bir şey yox da, inzibati cəzada o da heç direktorda yox. yox. Bəlkə də indi ola bilər ki, hansısa uşağa nəsə olub, gəlib polis, yəni müəllimin dərsində olub. Hə, onu ona qarışdırır, heç ona dəxli, hə. Yəni mən jurnalı deyir ki, mən o qədər həmişə bu adam elə bir ki, əsəbi, yığılmış, o belə həmişə həkimlərdə o dərmanı içdim, belə oldu, bunu belə, yəni mən gələcək qorxusu. Yəni başa salırsan, anladırsan, yəni bu adam sən istəyirsən deyirəm bu vəziyyətdən, deyir ki, hə istəyirəm, çıxmaq istəyirəm. Başa salıram ki, yəni bunu yox birdən mən bunu belə eləmədim, belə oldu. Yəni düzdür, o adam həm həkimə göndərdim onu, nevropatoloq da oldu, yəni göndərdim deyəndə ki, özü də istəyirdi. Getdi, həm həkimdən müalicələrini aldı, həm də biz uzun müddət ondan, yəni əlaqəmizi Yox, bu da dərman atır, amma xeyir yoxdur. Bir də bizlə, mən bir qəzetdə işləyirdim, orada da bir xanım var idi. Deməli, yaraşıqlı idi, yaxşı idi, hündürboy, amma məsələn buna qarşı, yəni sevgi göstərən adamlar hamısı deyir, birdən məni boşu varisini alar. Hələ ortada heç nə yoxdur. Subay idi, 22-23 yaşları var idi. Deyirdi, birdən sonra eşidərəm ki, ayrısını da saxlayır. Deyirəm, sən belə deyirsənsə, deyirəm, elə olacaq da. Deyirəm, sən necə? Sonra bilməm, ailə qurdu, qurmadı, amma yəni o cür düşünmək olar. Sən onda özünə... Baxın, o 6 rəqəmin adını çəkdim. 6 rəqəmi şuuraltı qorxusunda olanda bizdə numerologiyada. Biri var ki, yaşam yolu 6-dır, ayın 6-sı doğulub, 6-dan karması var. Bu da ola bilər. Yəni amma yüngül forması. Şuur altında qorxu 6-dan duranda bu adam mən ailə quraram, orada ədalətsizliyə rast gələrəm. Həll elə də bəs. Qaynanam, qaynatam mənə zülm eləyər birdən, yoldaşım birdən əfəl olar. Birdən ailəni idarə eləyə bilmədim. Mənim orada haqqım tapdalandı. Bax bu qədər. Gələcək ssenarisini yazır da. Amma işin içindən çıxmaq istəyən xanım var idi, məsəl üçün belə. İndi biz ondan ikinci seansı keçirik artıq. Yəni çox da qəşəng, müvəffəqiyyətlə. Çünki ağıllı qızdır. Məsələn, deyilən şeyi başa düşür, anlayır, qavrayır. Hə, Kəmalə xanım, bax bu var. Hə, bunu düz deyirsiniz, bunun da üstündə işləyəcəm. Yəni bunu da belə eləyəcəm. Yəni bilinçaltı ilə, şuuraltı ilə işləmək lazımdır orada ki, o şuuraltı təmizlənsin. Əsas məsələ. Niyə numerologiya bizə kömək edir? Çünki biz bugünkü gündə numerologiya ilə bütün şuur altında, bütün o 9 rəqəmin hamısını açırıq və şuuraltı orada niyə bir də məsəl üçün yollar açılır ondan sonra. Şuuraltının biz ortalığa qoyanda şuuraltı əvvəlki kimi o deyir, meydanda at oynada bilmir. O idarə edə bilmir əvvəlki kimi. Çünki insan bir çox şeyin fərqində olur. Məndə bu var, bu var imiş. Aha, mən bunların üstündə işləyim, işləməyə başlayır və şuuraltı da 5 yaşında uşaq kimidir. Yavaş-yavaş onu idarə eləməyə, yəni amma zaman lazımdır da. Çox sağ olun Kəmalə xanım. Dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa vurduq. Əminəm ki, bu bir aylıq fasilədən sonra hər biriniz əsas məsələ paylaşın, bəyənin. Kəmalə xanımın da YouTube kanalına abunə olun. Nömrəsi gedir, Instagram hesabı gedir. Nəsə orada çox maraqlıdır. Məndə biraz passivdir Instagram, amma Kəmalə xanım da çox aktivdir. Orada podkastlar da verir, maraqlı çıxışlar da olur. Və gələn sayımızda, gələn buraxılışımızda sentyabra həsr edəcəyik. Sentyabr ayı numeroloji cəhətdən nə göstərir? 9-cu ay, ondan danışacağıq. Sonra ən çox deyirlər 8 rəqəm nə qədər çox işlənirsə bu pul gətirir, bu doğrudanmı belədir? Yenə də valideyn-uşaq münasibəti, uşaqların gələcəyə gözəl şəkildə atılması üçün hansı metodologiyadan istifadə eləmək yararlıdır? Yenə də bugün danışdıqlarımızın başqa çalarlarından da bəhs edəcəyik ki, tək siz maariflənəsiz, öyrənəsiz, xalqımız, millətimiz, ölkəmiz xilas olsun. Sağollaşın, biz də sağollaşaq. Sağ olun, inşallah gələn görüşlərə dək. İnşallah. Elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.